İlk öncə əgər ofisiant işlədiyi halda orada içki daşıyırsa, şübhə yoxdur ki, burada lənət vardır və qazanc da haram qazanc sayılır. Və ailəsinə, evladına da bu qazancdan yedizdirərsə, Allah qorusun, onlarda da bunun həmənki haram qazancın aqibətini görə bilər. Yəni valideynin, zövcəsinin ərinə itaət etməməsi və həmçinin oğlunun itaət etməməsi və bunun kimi digər fəsadlarının şahidi ola bilər. Və ən birinci olan odur ki, bu məsələdə Peyğəmbər s.ə.v hədislərində bildirdiyi kimi lənət var. Əgər orada ofisiant işlədiyi zaman içki daşıyırsa və yaxud da ki, içki daşımır, onun hesabatını aparır və yaxud da ki, orada ofisiantlar üzərindədir, o özü daşımır, amma daşıtdırır. Hamısı o lənətin içərisinə daxildir. Bu birinci məsələ. Yox, əgər ofisiant işləyir, ancaq içki daşımır və yaxud da içki verilən bir yer deyil, ancaq namazı tərk edir. Namazı tərk etmək içki daşımaqdan